Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli izləyicilərimiz, Həyatın Ekranı 14 TV efirində Haqqın Sədası proqramının növbəti buraxılışında hər birinizi xoş gördük. Bizim bugünkü mövzumuz İslam tarixində, İslam dünyasında və İslam dünyayı görüşündə ən möhtəşəm, ən ehtişamlı günlərdən biri olan Qədirxum gününə həsr olunmuşdur. Bizim bugünkü qonaqlarımız ilahiyyatçı Elşən İsmayılovdur. Elşən bəy, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Bayramınız mübarək olsun. Dahimisinin də. Digər qonağımız isə dəyərli şairimiz Zamiq Səfaidir. Zamiq bəy, siz də xoş gəlmisiniz. Təşəkkür edirəm, mən də çox sağ olun. Allah həmişə gözəl günlərdə görüşdürsün. Mübarək olsun bayramlarınız. Amin. Qədirxum həqiqətən də həm istər əqidə cəhətindən, istər tarix cəhətindən, istər Peyğəmbərin sirəsinin yaşanması cəhətindən və bir çox tali yüklü nöqtələri özündə birləşdirən bir gündür ki, istənilən insanın məzhəbindən, məktəbindən, əqidəsindən asılı olmayaraq hamının həyatına təsir göstərir. Əlbəttə ki, Qədirxum haqqında çox geniş danışmaq olar, amma istər deyilə verilişimizin həcmi cəhətindən bəzi məqamlara toxunaq əlbəttə. İlk bir müqəddimə kimi, ümumiyyətlə, Qədirxum hadisəsi, bu hadisədə nə baş vermişdir, hadisələrdə nələr yaşanmışdır? İstərdik bu haqda bir müqəddimə edəsiniz, lütfən. Bismillahirrahmanirrahim. Doğrudan da buyurduğunuz kimi Qədirxum hadisəsi çox möhtəşəm hadisələrdən biridir, çox qəribə hadisələrdən biridir və İslamda böyük bayramlardan biridir. Eydullah-ül Əkbər deyilir Qədirxum bayramına, daha böyük bayram deyilir. Qədirxum hadisəsi necə baş verdi? Bilirik ki, Peyğəmbər sallallahu ömrünün son ilində həcc yerinə yetirdi və həcdən qaydanda Cöhfə məntəqəsində Qədirxum deyilən bir yerdə Peyğəmbərə ayə nazil oldu. Peyğəmbər əmr verdi ki, biz burada dayanmalıyıq, gözləməliyik ki, arxadan gələnlər də gəlib çatsınlar və orada bir ayrılma məntəqəsi idi deyə hər kəs ayrılıb hərəsi bir istiqamətə gedirdilər. Peyğəmbər dedi ki, onları da çağırmalısınız. Bütün gedənləri də çağırmalısınız. Çox mühüm bir xəbər vardı. Çox isti yay günlərinə təsadüf eləyirdi. Zilhiccənin 18-i isti yay günləri idi. Orada Peyğəmbərin əmri ilə səhrada, həmin o səhradır, çöllükdür. O səhrada dəvələrin yükündən bir minbər kimi düzəltdilər. Hər kəs gəldi. Peyğəmbər orada minbərin üzərinə çıxdı. O minbər kimi də, yəni düzəldi, dəvələrin yükündən bir hündür bir yer kimi düzəldildi. Peyğəmbər oraya çıxdı və xutbə oxudu. Xutbəsi ki, çoxdur, genişdir. Orada müəyyən məsələləri cəmaatla danışdı. Xüsusən belə başladı. Dedi ki, mənim sonuncu həccim idi. Bəziləri deyir ki, həm də ilk həcci idi. Yəni ondan əvvəl həcc etməmişdi. Buyurdu ki, Allah məni çağırır və mən onun dəvətinə cavab verəcəm. Yəni, mən tezliklə sizin aranızdan gedəcəm, amma sizin aranızda iki ağır əmanət qoyub gedirəm. İnni tarikun fikumuz səqələyn. Bir, Kitab Allah, ikidəki itrəti. İtrəti Əhl-i Beyt. Allahın kitabını qoyub gedirəm və itrətimi sizin üçün qoyub gedirəm və qiyamət gününə qədər bunlar bir-birindən ayrılmayacaqlar. Hətta bir hədisdə deyir ki, hovuza qədər, Kövsər hovuzuna qədər bunlar bir-birindən ayrılmayacaqlar. Siz nə qədər ki, bunlardan yapışacaqsınızsa, heç vaxt yolunuzu azmayacaqsınız. Peyğəmbər bunu belə dedi. Belə deyəndən sonra Peyğəmbər orada üzünü möminlərə tutdu, cəmaata tutdu, bir məsələni dedi. Həzrət, bu çox ciddi məsələdir bu. Həzrət buyurdu ki, Ələstə ovla bil mu'minini ənfusihim. Mən möminlərə özlərindən daha artıq ixtiyar sahibi deyiləm. Peyğəmbər vilayət məsələsini gündəmə gətirdi. Ki, mən sizin Peyğəmbərinizəm, amma təkcə şəriəti gətirmək kimi yox. Siz Allahın bəndələrisiniz. Mən də Allahın nümayəndəsiyəm deyə, Allahın nümayəndəsinin Allah bəndələri üzərində ixtiyarı var. İxtiyar sahibidir. Özdə onların özlərindən daha artıq. Belə deyil. Hamı yerdən deyir ki, bəla, ya Rəsulallah. Deyəndə bəla, ya Rasulallah, onda Peyğəmbər buyurdu, həmin o tarixi məşhur sözü buyurdu ki, mən kuntum mövla, fəhazə əliyyum mövla. Deyirlər ki, orada Peyğəmbər sallallahu gözü gəzdi, Əli əleyhissalamı çağırdı, yanına qolunu qaldırdı və həmin bu
cümləni, bu məşhur tarixi cümləni buyurdu ki, mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır. Yəni maraqlı məsələ budur ki, peyğəmbər hələ hər şeydən əvvəl özünün möminlərə daha artıq ixtiyar sahibi olduğunu vurğulayır və Həzrət Əlini də həmən mövqedə qərar verir. Bilirsiniz ki, o xutbənin əvvəlində bax hadisə belə olur, qısası belədir. Amma bu hadisənin əvvəlində peyğəmbər bir məsələdən gəlir. Həzrət buyurur ki, mənə ayə nazil olub. Mənə ayə nazil olub, bu ayəni mən sizlərə oxumalıyam. Buyururlar ki, buyur ya Rəsulullah. Hamı eşidir. Peyğəmbər Maidə surəsinin 67-ci ayəsini oxuyur da, həmin o məşhur ayəni oxuyur. Buyurur ki, ya eyyuhər rəsul bəlliğ ma unzilə iləykə min rabbik fə in ləm təfəl ma bələğtə risalətə. Ey Peyğəmbər, sənə nazil olanı çatdır. Sənə mən bir söz demişəm, onu çatdır. Əgər çatdırmasan, elə bil peyğəmbərlik etməmsən. Nə bir ciddi sözdürsə, bunu peyğəmbərin çatdırmaması, elə bir peyğəmbərlik etməmsən. Bəzən bunu Allahın peyğəmbərə bir sanki necə deyim, bir təhdidi kimi göstərirlər ki, Allah deyir ki, mənim sözümü çatdır, əgər çatdırmasan, elə bir peyğəmbərlik eləməmsən, təhdid kimi bəzən başa düşür. Amma heç bir təhdidi yoxdur burada. Əslində Allah mütəal bir nəticədən danışır. Nəyin nəticəsindən danışır? Yəni demək istəyir ki, peyğəmbər, bu elə bir ciddi məsələdir ki, sən artıq dünyavi dəyişirsən, din hələ bir yerə çatmayıb. Sən əgər bu işi görməsən, sənin indiyə qədər elədiyin din aradan gedəcək. Heç elə bil ki, din gətirməmsən. Səninlə bitəcək. Səninlə bitəcək və elə bil ki, heç peyğəmbərlik eləmirəmsən. Ona görə buyurur ki, və illəm təfəl ma fəma bələğtə risalətə. Əgər etməsən, elə bil ki, heç risalət etməmişdir indiyə qədər. İndiyə qədər ki, əziyyət çəkimsən, din gəlib gündəmə, elə bil ki, heç indiyə qədər risalət etməmsən. O ki, buyurur ki, sənə deyiləni çatdır. Sənə deyiləni çatdır. Və sonra da buyurur ki, çatdırmasan da belə hamı soruşdu, ya Rəsulullah, nə qədər ciddi məsələdir, nə məsələdir bu? Necə ki, əvvəllərdə ayələr nazil olurdu ki, məsələn, namaz qılınız, əs-salah da, salah əvvəl dua mənasında olub. Ya Rəsulullah, namaz nə deməkdir? Dedi, mən deyərəm. Allah buyurur, əqimis-salah, namaz qılsın da mən deyərəm. Zəkat verin, başqa digər məsələləri ümmət bilmirdi ki, Peyğəmbər başlayırdı Allahın hökmlərini izah eləməyə. Burada da cəmaat dedi ki, o hansı sözdür ki, Allah buyurur ki, əgər sən çatdırmasan, elə bil heç indiyə qədər peyğəmbərlik etməmsən. Hansı sözdür bu? Ya Rəsulullah. Peyğəmbər ondan sonra həmən məsələləri başladı. Dedi ki, özünü tanıtdırdı, özünün cəmaatı olan münasibətlərini dedi və Həzrət Əlini çağırdı, qolundan qaldırdı və dedi ki, mən indiyə qədər kimin mövlası idimsə, məni kim özünə mövla, ağa qərar vermişdisə, İndən sonra da Əli onun mövlasıdır. Və oradakı Əhl-i Beyti tapşırır, başa düşülür ki, Əli və Ali Əli. Və Peyğəmbər zaten 23 ildə Həzrət Əli barəsində çoxlu sözlər danışırdı. Bu axırıncı həcdə bunun özünün, bilmirəm, bugün bəlkə də vaxt olmaz belə şeylər. Ümumiyyətlə dərin, incə nöqtələr var ki, niyə məhz Kəbədə yox, həmin o həcc zamanı yox, niyə Cövfə məntəqəsində, Qədirxum deyilən yerdə. Bunların hamısının öz hikməti və fəlsəfəsi var ki, alimlər bunlara izah gətiriblər. Amma məsələ bundan ibarətdir ki, Peyğəmbər buyurdu ki, məndən sonra Əli idi. Özdə mən sizə necəyəmsə elə Əli idi. Bu əvvəlki cümləsində ona görə deyir ki, mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləm. Bu o deməkdir ki, çünki sonradan dedilər ki, oradakı mən kuntum mavla fəhazər. Mən kimin Mövla sözünün bir neçə mənası var, bir də dost mənası. Sonradan dedilər ki, bu dost, Peyğəmbər dost demək istəyirdi orada. Amma biz o əvvəlki sözlərə də baxanda görürük ki, dost ola bilməz. Və bəzi tarixə əsasən Peyğəmbər 3 gün orada qaldı. İstədi ki, bütün hər kəs beyyət eləsin. Orada dedi ki, hər kəs gəlib Əliyə beyyət eləməlidir. Məndən sonra Əli sizin vəliyiniz olacaq deyə hər kəs gəlib beyyət eləməlidir. Tarixə əsasən hər kəs gəldi Həzrət Əlini də birinci peyğəmbəri təbrik elədi, sonra Həzrət Əlini təbrik elədi. Hətta peyğəmbər dedi ki, xanımlar belə beyyət etməlidirlər. Bir qabda su qoyuldu. İndi əlləri naməhrəm bir-birinə dəyməsin deyə Həzrət Əli suyun bir tərəfinə əlini bastı, saldı və o biri tərəfinə də xanımlar. Hamısını 3 gün peyğəmbər bunu saxladı ki, insanlıq üçün bu yadda qalan bir hadisə olsun və hər kəs bu məsələnin ciddiyyətini anlasın.
Və ondan sonra Peyğəmbər bir söz buyurdu ki, burada olmayanlara çatdırılmalıdır. Hər kəs bunu eşitdisə, onun vəzifəsidir ki, bunu başqalarına da çatdırsın. Başa düşür ki, dost ola bilməz. Yəni, Peyğəmbər o qədər çətin bir şəraitdə cəmaatı çağırsın, desin ki, mən Əli ilə dostam. Zaten bəlli idi. Bəli, bu məsələ heç vaxt ola bilməz və maraqlı məsələlərdən biri budur ki, təbii ki, Allah Mütəala Maidə surəsinin 3-cü ayəsi nazil elədi. Kitabda Maidə surəsinin 3-cü ayəsi kimi görsədilər. Həmin o ayəni nazil elədi ki, Əl-yəvmə yəisəl-ləzīnə kəfəru min dinikum. Bu günləri, sən ki bu işi gördün ey Peyğəmbər, bu gün kafirlər sizin dininizdən naümid oldular. Çünki onların plan proqramı var idi ki, Peyğəmbərin ömrünün sonlarıdır da, yavaş-yavaş o dünyasını dəyişəndən sonra biz öz bildiyimizi bir dəfə də gündəmə gətirəcəyik. Amma orada Əli və Ali Əli, Peyğəmbər burada 2 ağır əmanət, kitab və itrətim, sonra da Həzrət Əli də onların başçısı kimi təqdim olunandan sonra Allah buyurur ki, onlar sizin dininizdən əllərini üzdülər. Fəla təxşahum fəxşuni, onlardan qorxmayın, məndən qorxun. Sonra Allah Mütəala çox möhtəşəm bir məsələyə toxundu. Buyurdu ki, Əl-yəvmə əkməltu ləkum dinəkum və ətməntu aleykum ni'məti və rəzuytu ləkum İslamə dinə. Allah Mütəala çox möhtəşəm söz dedi. Dedi ki, bununla belə, bax, bu hadisənin olmasından sonra mən sizin indi dininizi kamil elədim və bütün nemətlərimi sizə tamamladım. Bir də ki, mən Allahınızdan soruşsaz ki, nə məsləhət bilirsən bizim bəndə olmamıza, mən bu İslam dinini sizin üçün bəyəndim. Mən sizin Rəbbinizəm axı, sizin sahibinizəm. Hər şey mənim əlimdədir və sizi mən yaratmışam və sizin bütün ixtiyarınız mənim əlimdədir. Rəbb o deməkdir ki, tərbiyə eləsin, onların nə etmək lazımdırsa etsin. Mən İslamı indi sizin üçün bəyəndim. Əlbəttə, bu o zamana qədər heç bir qaranlıq məsələ qalmamışdı ki, onunla bağlı Allah desin ki, mən dini kamil etdim. Məlum məsələdir və bu geniş şəkildə də izah oluna bilər, sübut oluna bilər ki, məhz Həzrət Əli əleyhissalamın, Əli və Ali Əlinin, Həzrət Əli və Həzrət Əlidən sonraki imamların artıq imamət mövzusu gündəmə gəldiyinə görə Allah buyurdu ki, bax, bu gün artıq sizin dininiz kamil oldu və mən bir Allah olaraq nemətimi sizə tamamladım və din olaraq İslamı sizin üçün buyurdum. Yəni ki, artıq nuşu canlıqla siz bu dindən istifadə edin, təkamül edin və axirətiniz üçün bir işlər görə bilərsiniz. Bura qədər eləyə bilərsiniz. Mən ayəni bir də oxum ki, Əl-yəvmə əkməltu ləkum dinəkum. Bu gün sizin dininizi kamil elədim və ətməmtu aleykum ni'məti və nemətlərimi sizə tamamladım. Nemətlərimi sizə tamamladım və rəziytu ləkumul İslamə dinə və İslam dinini sizin üçün razı oldum. Bu dinin sizə nazil olmasına razı oldum. Bax, bu hadisə o deməkdir ki, Allahın bir lütfü nazil oldu. Allahın lütfü nazil oldu və Peyğəmbərdən sonra İslam dininin aradan getməməsi və Allahın nazil elədiyi dinin daha da davamlı olması üçün Allah Mütəala nemətini insanlığa təqdim elədi və buyurdu ki, Peyğəmbərlə, nübüvvətlə iş bitmir. Çünki Peyğəmbərlər gəlirdilər, yeni bir şəriət gətirirdilər və işləri başqa idi. Nübüvvətlə imamətin fərqi var da, bugün danışa bilməsək də. Amma yeni bir sistem ki, imamət sistemi idi, həmən o nübüvvətin davamı idi. Allah Mütəala həmin o Zilhiccə ayının 18-də Peyğəmbərin sonuncu həcdən qayıdan dönəmində bütün insanlığa bunu təqdim elədi və sonunda da ayədən də gördüyümüz kimi dedi ki, mən bu dini sizin üçün bəyəndim. Çox təşəkkür edirik sizə bu açıqlamanıza görə. İnanırıq ki, ələlxüsus bu mübarək gündə tamaşaçılarımız üçün çox fayda olacaq. İnşallah. Sözü dəyərli şairimizə vermək istərdik. Sizdən bir şeir parçası lütfən. Təşəkkür edirəm Hacı. Çox sağ olun. Hacı Yaşan qardaşıma da təşəkkür edirəm. Geniş məlumat verdi. Çox sağ olun. Məlumatlandıq biz də. Mənim imamımın adı yazılmış ali dəftərə. Yox öylə bir məqami ki, yetər məqami Heydərə. Həqiqət ilə batili ayırd edər ədaləti, nizam-ı intizam ilə baxaq nizam-ı Heydərə. Odur həqiqətin gözü, odur həqiqətin sözü, düşərsə ixtilaf əgər, sığın kəlamı Heydərə. Doyuzdurar susuzları, o səslər abi kövsərə, həqiqət əhli şad olar, yetincə cami Heydərə. O qurban olduğum göz açdı dəhrə, beyti Kəbədə, nədir məgər ki kimsənin yetər məqami Heydərə. Qədiri xumidən səbəb ayırmaq idi yolları, Xudanın istəyi idi, vardı ehtişamı Heydərə.
həqiqət incələn, fəqət qırılmayan nişanədir. O gün yığıldı cümlə zahir izdiham-ı Heydərə. Səfai, istinad edək bu beyti gəl peyğəmbərə, onun kəlamıdır, gərəkdir ehtiram-ı Heydərə. Əhsən. Allah qələminizə bərəkət versin. Qələminizə qüvvət. Çox feyziyab etdiniz bizi. Təşəkkür Var olasınız. Dəyərli izləyicilərimiz, qısa fasilədən sonra yenidən sizinlə birgə olacağıq. Bizi izləməyə davam edin. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirsiniz. Bizim bugünkü mövzumuz möhtərəm və möhtəşəm Qədirxum gününə həsr olunmuşdur. Qonaqlarımız isə ilahiyyatçı Elşən İsmailov və dəyərli şairimiz Zamiq Səfaidir. Elşən bəy, istərik söhbətimizin davamında elə bundan öncəki qeyd etdiniz, həm beyyət məsələsi, həm bəyan məsələsi ki, Həzrət Əli əleyhissalam möminlərin əmiri ki, elan olundu Peyğəmbərimiz tərəfindən. Ümumiyyətlə, Həzrət Əlinin möminlərin əmiri olması İslam dini cəhətindən, ümumiyyətlə, İslam üçün nə qədər əhəmiyyətli idi? İslam dünya görüşünə, möminlərə, ümumiyyətlə, bu camiyə daxil olan hər kəsə. Bu haqda lütfən. Çox gözəl sualdır bu, Peyğəmbər. Bilirsiniz, nə qədər əhəmiyyətli idi? Mən bunu əvvəlcə gündəmə gətirim. O qədər əhəmiyyətli idi ki, Allah Mütəal Peyğəmbərə buyurdu ki, həmin o Maida 67-də, əgər bunu etməsən, elə bil Peyğəmbərlik etməmisən. Məsələ nədən ibarətdir? Məsələ budur ki, Peyğəmbər dinini gətirib 13 il Məkkədə heç nəyə müvəffəq ola bilməyib, çox az və ondan sonra hicrət edib Mədiniyə. Mədinədə də ordu toplayıb, yavaş-yavaş döyüşlərdə müvəffəq olub. 10 il ancaq həmin bu döyüşlərlə keçib və indi də dinin elə bir vəziyyətidir ki, indi din çiçəklənib, indi din gündəmdədir və çoxlu sözlər var deyilməli İslamda, çoxlu məsələlər aydınlaşmalıdır. Amma Peyğəmbərin ömrünün sonu çatır. Belə bir dini yarımçıq qoyub getmək, yəni Allahın da hikmətinə zidd olardı. Olmazdı ki, işlər bu qədər yarım-yarımçıq qalsın və Allah tərəfindən olan bir kəs bu ümmətə bir rəhbər kimi təyin edilməsin. Belə olsaydı, əgər yəni biz Allah başa düşməzdik. Ki, ilahi, yəni Peyğəmbər Mədinədə elə düzəlmişdi hər şey. Mədinədə 10 ildən sonra Peyğəmbər qəfildən dünyasını dəyişir və səndən bizə heç bir xəbər yoxdur. Yəni sən elə Peyğəmbərlə də sonuncu Peyğəmbər idi, onunla da bizi tərk elədi. Qoydun bu kitabı bizlərin öhdəsində. Və belə bir sözlər deyilə bilərdi. Ona görə də Allah Mütəal buyurur ki, bu sözü çatdır ki, mən sizi tək başlı başına buraxmadım. Və bunu çatdırandan sonra da buyurur ki, indi sizin dininizi kamil elədim. Yəni qiyamətə qədər, bilirsiniz də qiyamətə qədər höccət olacaq. Qiyamətə qədər 12 imam Allahın höccətləridir. Və bunu Peyğəmbər dəfələrlə zamanında demişdi. Hətta Əhl-i Sünnətin kitablarında da bu hədislərin hamısı var ki, Peyğəmbər sallallahu Həzrət Əli barəsində dəfələrlə da o hədislərə mən girmirəm, dəfələrlə bu məsələlərə toxunub. İndi məsələ bundan ibarətdir ki, niyə əhəmiyyətlidir? Çünki Həzrət Əli İslamda ümumiyyətlə sabiqəsi gözəl olan və şərafətli olan kəslərdəndir. Nəinki Peyğəmbərin kürəkənidir, özü həm elmi ilə, Peyğəmbər buyurur ki, ənə mədinətül elm və əliyyun babuha. Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Həm şücaəti ilə, həm Həzrət Əli ta Peyğəmbərliyə seçiləndən onun yanındadır. Bütün hər bir cəhətdən sabiqəsi Həzrət Əlinin, yəni ilahi şəxsiyyət kimi görsənir. Bundan əlavə Peyğəmbər dəfələrlə Həzrət Əli barəsində elə şeylər deyir ki, məsələn, Xeybərdən qaydanda, Xeybər döyüşündən qaydanda Peyğəmbər sallallahu buyurdu ki, ey Əli, sənin barəndə bir söz demək istəyirəm, amma qorxuram ki, xristianlar İsa barəsində ki, yanlışlığa düşdülər. Mən də sənin barəndə o sözü deyərəm, qorxuram bunu, ona görə demirəm. Amma desəydim, bu camaat sənin ayağının torpağına təbərrük eləyərdi. Maraqlıdır ki, bu hədis həm də Əhl-i Sünnətin öz kitablarında da var. İndi Həzrət Əli niyə zərurəti idi? Niyə
Əmir əl-Möminin kimi seçilməli və bu ümmətə təqdim eləməli idi. Çünki bu din beləcə yarımçıq qala bilməzdi. Bu din təkmilləşməli idi. Bu dinin sahibi olmalı idi. Allah sonuncu dini, özü təhrif olmayacaq bir kitabı qiyamətə qədər insanlara göndərib, amma onlara öz ilahi höccətlərini, nümayəndələrini təqdim etməməsi, yəni düzgün deyil idi. Allah bu işi eləsəydi bizim özümüz də burada qəribə olardı ki, ilahi, necə bu kitabı bizə tam da aydınlatmadan, ümumiyyətlə İslam dini hələ təzə çiçəklənmişdi. Biz bilmirik nə var, nə yox, necədir məsələlər. Ona görə də olmazdı belə olsun. Bu Əhl-i Beytin təşrii imamətinə aiddir. Yəni bayaqdan danışdıqlarım təşrii imamət budur ki, yəni onlar insanlara dini anlatma cəhətində. Amma bundan əlavə həm də insanların bir ilahi öndərə ehtiyacı var. Bu dinin başında bir ilahi öndər olmalıdır və o kəs olmalıdır ki, o bilmirəm deməsin. Biz nə istəsək soruşsaq o desin, bilmirəm deməsin və bu insan ümumiyyətlə peyğəmbərlərin, Allah hüccətlərinin varlığı, onlar kamal sahibləridirlər deyə insana o Rəbbi xatırlatmalıdırlar. Belə ki, insan həm də bir kamil varlıq axtarır. İnsan həm də bir aşiq olmaq istəyir. İnsan həm də bir dinin öndərini görmək istəyir. Qeyri-məsumlar, günah eləyənlər və yəni ilahi şəxsiyyət olmayan kəslərin İslam kürsüsündə olması insanlar üçün həqiqi öndər missiyasını verə bilmirlər. Ona görə də insan gərək ilahi höccəti tapsın. İnsan bununla ancaq tətmin ola bilər. Və bu cəhətdən də Həzrət Əlinin ki, sabiqəsi belə idi və onlar barəsində Allah Mütəal Tətir ayəsində buyurur ki, biz siz Əhl-i Beytdən hər cür çirkinliyi aradan aparır, sizi pak qərar vermişi bu onlar isməti mənasındadır. Evet. Ya başqa bir yerdə Peyğəmbərə buyuranda ki, cəmaat ki, dedi ki, ya Rasulullah, biz sənə əvəz vermək istəyirik. Allah Mütəal dedi ki, denən ki, risalətimin müqabilində Əhl-i Beytimi sevsinlər. Niyə? Çünki onlar sevilməyə layiqdirlər. Çünki sevilməyə layiq olmayan kəsə Allah əmr edə bilməz ki, sevin. Bəli. Deməli, onlar sevilməyə layiqdirlər ki, Allah da əmr eləyir ki, bunları sevin. Ona görə də bax, bütün bunların hamısından nəticə çıxır ki, Həzrət Əli və Ali Əli ki, Quranda da onlar barəsində ən azı Ali Əba barəsində Təhtir ayəsi nazil olmuşdur. Bunlar kimlərdir? Bunlar ilahi höccət olmaq ləyaqətində olan kəslərdilər. Ona görə də gərək ki, İslamın öndəri olaydı. Gərək ki, İslama Peyğəmbərdən sonra ilahi şəxsiyyət hakimiyyət eləyəydi və insanların rəhbəri olaydı. Belə olmasaydı onda insanların İslama tərəf meyllənməsi də yaxşı olmaz. İslam dini quru dindən başqa bir şey olmazdı. Ancaq rituallardan başqa və mücərrəd sonluq ki, inşallah dünyamızı dəyişəndən sonra biz görərik, belə olmazdı. İslamın həqiqi yaşamını tətbiq edən kəs olmalıdır. Bilirsiniz, peyğəmbərlərin nazir olmasında da deyirlər, peyğəmbərlərin olmasında da deyirlər ki, Allah istəsəydi öz vəhyini mələklər vasitəsilə çatdırardı. Amma özümüzdən olan bir kəs və eyni zamanda da tamam kamil olan bir kəs olmalıdır ki, Allahın kamalından pay aparmış kəslər olmalıdır ki, insanlar onlara baxanda o kamalı görsünlər və öz Rəblərini xatırlasınlar. O Allah Quranda Sibqətullah ki buyurur, Allah rənginə boyanmış kəslər, belə kəslər olmalıdırlar. Yoxsa ki, günah əhli olan, qeyri-məsum olan və yaxud da belə bir məsələni kənarlaşdırsınlar ki, ümumiyyətlə buna ehtiyac yoxdur, ancaq Allahın kitabı kifayətli olmaz. Peyğəmbər buyurur ki, mən 2 ağır əmanət buyuram, onlardan biri Qurandır, biri isə itirətim olan Əhl-i Beyt ki, bunlardan nə qabağa keçməyin, nə sona qalmayın. Başqa bir hədisdə buyurur ki, mənim Əhl-i Beytim Nuhun gəmisi kimidir. Niyə Nuhun gəmisi, ya Rasulallah? Çünki ancaq Nuhun gəmisinə minən nicat tapdı. Yəni Kənan uca dağa çıxdısa da ki, nicat tapa, amma Kənan belə, oğlu Kənan, Nuhun oğlu Kənan nicat tapa bilmədi. Peyğəmbər ona görə Nuhun gəmisinə bənzədir ki, mənim Əhl-i Beytim Nuhun gəmisi kimidir. Onlardan nə qabağa keçməyin, nə geriyə qalmayın ki, siz zəlalətə düşəsiniz. Ona görə də Əli əleyhissalamın və Ali Əlinin varlığı ümmət üçün zərurət idi. Və belə olmasaydı, insan Allahdan gözləntisi olardı. Allaha müəyyən sözlər deyərdi ki, bəs biz necə eləyək, nə eləyək? Çox təşəkkür edirik sizə. Bundan öncə elə çıxışınızda bir ifadə işlətdiniz. İstədik elə tamaşaçılarımız üçün də maraqlı olaraq açıqlayasınız. Nə görə bu günə, bu bayrama Eydullahül Əkbər deyilir? Bu haqda zəhmət olmasın. Düz vurğuluyorsunuz Peyman bəy. Doğrudan da Eydullahül Əkbər sözü gətirilib. İmamlar bu bayrama Eydullahül Əkbər deyiblər. Deyiblər ki, Allahın ən böyük bayramıdır.
Bu çox maraqlı sözdür. Həqiqətən. O cəhətdən ki, İslam dinində iki böyük bayram var. Biri Fitr bayramı, Ramazan bayramı, biri isə Qurban bayramı. Həzrəti İbrahimə aid olan bir bayram və bunların nə qədər möhtəşəm olması hər kəsə bəllidir. Amma Əhl-i-Beyt Qədirxumdan sonra bu bayramı, Qədirxum bayramını Eydullahul Əkbər adlandırdılar. Dedilər ki, Allahın ən böyük bayramı budur. Maraqlıdır, bunun cavabını nə demək olar? Müqayisə ediblər. Alimlər müqayisə ediblər. Deyiblər ki, Qurban bayramı məsələn, Qurban bayramı Həzrəti İbrahimin, bilirik də nədir Qurban bayramı? Həzrəti İbrahim İsmaili kəsmək istəyəndə Allah bir qoç göndərdi ki, artıq sən bəndəliyini yerinə yetirmisən, bu qurbanı kəs. Bəli. Burada bir ibrətamiz hadisə var. İbrətamiz hadisə var və bir peyğəmbər Allahın əmrini layiqincə yerinə yetirib və insanlığa bir ismarış verib ki, bəndə belə olmalıdır. Allah da həmin günü bayram qərar verir və ümmət hər il onu keçirməklə xatırlayır İbrahimin bəndəliyini ki, İbrahim öz oğlundan keçəcək qədər bir kəsdir. Fitr bayramında nə baş verir? Möminlər bir ay Allaha xatir oruç tuturlar, Allahın həm əmrlərini yerinə yetirirlər, həm də orucluq insanların fitrətinin təkmilləşməsi üçün lazımlı faktorlardan biridir. Ona görə də bu ayı hər kəs yaxşı başa vurursa, ümumiyyətlə müsəlmanlar üçün bu gün, yəni Ramazan ayından sonraki gün Fitr bayramı. Şəvvalın biri olur Fitr bayramı və möminlər üçün bayramdır. Bax, bu bayramların hər ikisinə baxanda dinin bir hissəsinə aid olan bir məsələyə aid bayramdır. Yəni, orucu bitirənlər Ramazanı bayram eləyirlər, oruc məsələsidir. Amma Qədirxum gününə baş verdi. Qədirxum günü dinin bayramıdır. Bütün dinin hamısının bayramıdır. Bütün dinin hamısına aid bir şeydir. Mən bir məsələni də demək istəyirəm, Allah eləsin ki, düzgün başa düşürsün. Ümumiyyətlə, Qədirxum gününün Həzrət Əliyə birbaşa yox, dolayısıyla adiyyəti var. Niyə? Çünki Qədirxum günü Allahın günüdür. Qədirxum günündə Allah dini üçün, yəni eyni ilə məbəs kimidir. Necə məbəs Peyğəmbərə dolayısıyla aiddir. Əslində məbəs nədir? Allahın yer üzünə höccət göndərməsi. Bəli. İslam dinini onun vasitəsilə göndərməsi. İndi o bir dəfə Cəbrail olardı, bir dəfə nə bilim Salman Farsi olardı, bir dəfə başqası olardı. Fərqi yoxdur. İndi Həzrət Muhammed əleyhissalam layiq oldu, onu seçdi, onu dedi. Bəli. Burada da Allah imamət sistemini gündəmə gətirir. Niyə? Çünki Rəbdir. Rəblik libasını geyib əyninə bəndələrini hidayət eləmək istəyir. Nübüvvəti deyib tamam oldu. Quranda buyurur ki, ey Peyğəmbər, səninlə nübüvvət tamam oldu. Artıq mən nəbi Peyğəmbər göndərmirəm. Amma qiyamətə qədər bəndələrim durur. Kitab var. Amma şəxsiyyət, ilahi şəxsiyyət lazımdır ki, indi mən növbəti bir sistem təqdim edirəm. Yəni, Qədirxum günü Allaha aid olan bir bayramdır. Həzrət Əliyə aid deyil. Amma necə Həzrət Əliyə aiddir? O cəhətdən ki, Allah Həzrət Əlini layiq bildi, seçdi ora. Bu cəhətdən dolayısıyla Həzrət Əliyə aiddir. Mənim sözüm inşallah ki, düz başa düşürlər. Həzrət Əlinin öz kəlamı ilə desək, haqq şəxsiyyətlərlə tanınmır, şəxsiyyətlər haqqında tanınır. Belə dedim, amma indi Həzrət Əli əgər ora seçilməsəydisə də, Həzrət Əli şərafətli bir kəs idi, bu heç. Amma bu gün Allaha aid olan gündür. Bəzən indi başa düşüblər ki, şiyələr Həzrət Əliyə görə bu bayramı möhtəşəm tutulur. Amma şiənin etiqadı budur ki, həmən günü Salman Farsini də, nə bilim, o birisi Əbu Zəri də Allah orada təyin eləsəydi, yəni Peyğəmbər Həzrət Əlinin yox, digərinin əlini qaldırsaydı, bizlər beç deyəcəydik. Niyə? Çünki bu Allaha aid olan bir məsələdir. Necə məbəs Allaha aid olan məsələdir, Peyğəmbəri seçir. Bəli. Amma dinini göndərir Allah. Burada da imamət sistemini göndərir. Əli və Ali Əli imamət sistemidir və yeni bir sistem təqdim olunur ümmətə. Ümmət həmin o Quranın şərhçilərini tanış olacaq, Quranın həqiqi şərhçiləri ilə tanış olacaq və hidayət eləyənlərlə tanış olacaq. Maraqlı bir dənə ayə var, Rəd surəsinin 7-ci ayəsi. Buyurur ki, ey Peyğəmbər, sən qorxudansan və likulli qovmun had. Amma başqa hər bir ümmətin isə bir hidayət eləyən, had, yəni hidayət eləyəni olacaq. Bu ayəni Peyğəmbərin dövründə soruşdu ki, ya Rəsulallah, bu nə deməkdir, Peyğəmbər, sən qorxudansan? Əntəl munzir və likulli qovmun had. Və hər bir qövmün isə hidayət eləyən var. Bu nə deməkdir, ya Rəsulallah? Peyğəmbər Həzrət Əli yanındaydı. Dedi ki, mən qorxudanam, had isə Əlidir. Nə deməkdir bu? Yəni ki, mən gəldim, dini təqdim elədim, amma insanları aparan, Allaha tərəf aparan, hidayət eləyən Əli və Ali Əlidir.
Və likulli qovmin had, hər bir qövmün isə bir hidayət eləyən olacaq. Biri digərindən sonra ta qiyamətə qədər yer üzü hüccətsiz olmayacaq. Ona görə də əslində bu sistem Əli və Ali had sistemidir, hidayət eləyənlər sistemidir. Peyğəmbər sadəcə qorxudan idi, amma Həzrət Əli və onun övladları isə, yəni ondan sonraki 11 imam isə bu dinin davam elətdirənlər və hidayət elətdirən idi. Niyə onlar peyğəmbər deyirlər? Çünki peyğəmbərliyə artıq ehtiyac qalmadı. Çünki nə lazım idisə təqdim olub. İndi təqdim olunan bir cəmiyyəti hidayət etmək lazım idi. Ona görə peyğəmbərin yerində əyləşməli, Həzrət Əli və insanların hidayəti ilə məşğul olmalı idi. Ona görə də bu bayram daha böyük bayramdır. Yəni əgər o gün olmasaydı, din tamamlanmayacaqdı. Necə ki, Maide 3-də oxuduq ki, buyurur ki, bu gün sizin dininizi kamil elədim. Bu gün Əli və Ali Əlinin, yəni imamət sisteminin təqdim olması ilə mən dininizi kamil elədim və nemətlərimi tamamladım. Yəni bunun əksi nə olur? Bu məntiqdir da bu. Bunun əksi olur ki, əgər belə olmasaydı Allahın dini tamamlanmamışdı və nemətləri tamamlanmamışdı. Belə olanda onda İslam həqiqətini tapmır, İslam öz bütövlüyünü tapmır. Bəs əgər belə olsa nə olar? Onda bu gün din kamil olursa, deməli dinin həqiqəti bütöv məhz bu gün baş verir. Ona görə də bugünkü bayram daha mühüm bayramdır. O birisilər dinin bir cüziyyət tərəfinin bayramıdırsa, bu dinin kullisinin bayramıdır. Yəni əgər bu sistemi qəbul etməsək, onda dinimiz naqisdir və bu sistemi qəbul etsək isə bizim dinimiz kamildir və belə bir kamil bayram digər fitr və Qurban bayramından təbii ki, böyük bayram olacaq. Ona görə də bu günə Eydullahul Əkbər deyirlər. Doğrudan da necə də gözəl bir gündür və əgər Allah bu günü bizə bayram kimi qərar verməsəydi, yəni bu günü bizə Əli və Ali Əlini təqdim eləməsəydi, biz qiyamətə qədər biz insanlar, biz İslam yolu gedənlər, biz müsəlmanlar, biz giriftar qalardıq və dinin həqiqətlərindən xəbərdar olmazdıq. Təşəkkür edirik sizə. Ümumiyyətlə mövzumuzu xülasələşdirsək, indiki dövrdə, yəni adətən bu cür deyirlər ki, müasir texnoloji dövrdür, prioritetlər fərqlidir. Bu dövrdə Qədirxum bayramının qeyd olunması, anılması, ümumiyyətlə keçirilməsi insanlara, möminlərə necə bir təsir qoyur və əhəmiyyəti nə qədərdir? Yəni təbii ki, belə bir bayramda insanlar yad eləyirlər. Peyğəmbər ümumiyyətlə bu bayramın keçirilməsi, qeyd olunması peyğəmbərin əmrinə əsasəndir. Bayaqda mən o hadisə dedim, peyğəmbər sonda buyurdu ki, bunu hər kəs bilməyənlərə çatdırsın. Bu nə üçün? Çünki bu gün nə hadisə baş verir, bunu bilmək lazımdır. Həm Allaha şükür etmək üçün ki, İlahi, sən bizə böyük bir nemət verdin. Sən bizə böyük bir nemət verdin. Həm Allaha şükür etmək üçün, həm də bunun sayəsində insan vilayəti tapmalı, sevməli və onların sayəsində öz dinlərini kamilləşdirməlidirlər. Ona görə də hər il bu bayram qeyd olunmalı və bu bayramın mahiyyəti açıqlanmalı. Dediyim kimi, həm Allaha insan şükür etsin deyə, həm də əlində olan nemətin qədrini bilsin və maksimal şəkildə istifadə eləsin deyə. Çox minnətdarıq sizə bu açıqlamalarınıza görə. İnanırıq ki, bu gözəl gündə tamaşaçılarımız üçün də çox faydalı olacaq, onlar fayda götürəcəklər sizin çıxışınızdan. Zamiq bəy, sözü yenidən sizə vermək istəyərdik, lütfən. Can fədadır isminə, ey könlümün şahanəsi. Eşqimin şadəm ki, var könlüm kimi kaşanəsi. Tərifim bicadır ey şahim, nə tərif eyləyim, izzətin əksiltməsin, qoy dövrünün divanəsi. Qibləgahımsan mənim, öpsən məqamın fəxridir. Mərhəba, səd mərhəba, ey dinimin fərzanəsi. Ya Əli, zikrinlə həqq eylər şəfayət aşiqə, eşqin ilə çün dolubdur, ol kəsin peymanəsi. Ey fəzilətkanı, ey sərkərdələr sərkərdəsi, kafərin puç oldu bir kəlmənlə min əfsanəsi. Gəlsə min bir əbdəvid, neylər bizə ey nadürüst, la fəta illa Əlidir könlümün bərnaməsi. Ey səfayı, şad olur zikri Əlidən könlümüz, ömrümün mənasıdır o, şeirimin dürdanəsi. Teşekkür ederiz. Allah qələminizi bərəkət eləsin, qələminizi qüvvət, feyz yazıdınız. Teşekkür ederiz sizə, hər birinizə, Eşim bəy, sizin çıxışlarınıza görə çox maraqlı, mühüm, tali yüklü məqamlara toxundunuz. Ələlxüsusda bu gözəl bayram, bu gözəl günün rənginə öz çıxışınızla bir rəng qatdınız. Minnətdarıq sizə. Dəyərli şairimiz Zamiq bəy, sizə çox təşəkkür edirik.
möminlərin əmiri, müttəqilərin imamı Əli əleyhissalam barəsində gözəl şeir səsləndirdiniz. Qələminizə qüvvət, qələminizə bərəkət. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm 14 dövrə əməkdaşlar, tapdaşlar sizə dəvətiniz üçün. Bayramınız mübarək olsun. Minnətdarlıqsa. Dəvətimizi qəbul edib gəldiyinizə görə biz sizə minnətdarlığımızı bildiririk. Ayrı-ayrılıqda var olasınız. Dəyərli izləyicilərimiz, siz Haqqın Sədası proqramını izləyirdiniz. Mütəal Allah bu mübarək günü, bu gözəl günü, bu ilahi günü hər birimizə mübarək qərar versin. Bütün Əhl-i-Beyt aşiqlərinə, bütün Əhl-i-Beyt sevərlərə və eləcə də bu gözəl, ulu və ilahi ailəyə qarşı ehtiram olan hər kəsə möminlərin əmiri, müttəqilərin imamı, igidlərin piri olan Həzrət Əli əleyhissalamın şəxsiyyətini, uca məqamını, eləcə də ilahi məqamını dərk etməyi nəsib etsin.